İmamət və Quran. Allah Cəllə Cəlləluhu bütün bəşəriyyətə sonuncu Peyğəmbəri Muhammədi sallallahu aleyhi və səlləm rəhmət olaraq göndərdikdə, onunla birlikdə bir hidayət rəhbəri və bir həyat düsturu göndərdi. Bu, müqəddəs kitabımız Qurandır. Allah özü kitabını bizə belə təqdim edir. Biz kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. Allah aydın şəkildə qeyd edir ki, o bu kitabı hər bir şey üçün bir izah olaraq göndərib. Lakin bilirik ki, Quranda elektrik təlimi haqqında və yaxud da qlobal istiləşmə haqqında heç bir şey yoxdur. Ona görə də buradakı hər bir şey sözü ilə bizim başa düşdüyümüz hər bir şey qəsd oluna bilməz. Burada hər bir şey sözü ilə Quranın nazil olma hədəfi üçün tələb olunan hər bir şey qəsd olunmalıdır. Yəni, Quranın hidayət konseptinin reallaşması üçün şərt olmayan şeylərin bu mənaya daxil deyildi. Allah-u Teala buyurur, həqiqətən bu Quran insanları ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. O zaman ən doğru yolu təsbit etmək üçün lazım olan hər bir şeyin Quranda olması şərtdir. Şiə təfsir alimlərindən Seyyid Ət-Tabəyi bu mənanı təsdiqləyərək buyurur. Çünki bu kitab ümumi insanlar üçün hidayət qaynağıdır və bu onun hədəfidir. Belə olduqda hər şey ifadəsi ilə məqsədin hidayət məsələlərinə aid olan hər şey olduğu aydın olur. Yəni, insanların doğru yola yönəlməsi üçün ehtiyac duyduğu başlanğıc və axirət haqqında həqiqi biliklərdən, üstün əxlaq qaydalarından, ilahi şəriətlərdən, qissələrdən və nəsihətlərdən ibarət olan bütün məsələləri izah edən bir kitabdır. Ona görə də deyiblər ki, Allah subhanahu wa ta'ala biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq dedikdə, bununla Quranı qəsd edir. Digər təfsirə görə isə qəsd olunan kitab Allahın qatındakı Əl-Ləvh Əl-Məhfuzdur. Müasir şiə mərcilərindən Əl-Vahid Əl-Xurasani bu əhəmiyyətli mövzunu etiraf edərək deyir, hamının diqqət yetirməli olduğu məsələ budur ki, dini biliklərin üsulunun, yəni əqidə məsələlərinin kimdən gəldi götürülməsi doğru deyildi. Bu məsələlərin başlanğıc nöqtəsi və müraciət nöqtəsi yalnız iki qaynağa əsaslanmalıdır: Qurani Kərim və hədislər. Azğınlıqların, sapmaların meydana çıxması isə məhz bu iki mənbədən başqa mənbələrdən götürmək nəticəsində baş verir. Bu məsələlərin üsulu Qurani Kərimdən, təfərrüatı isə rəvayətlərdən götürülməlidir. Beləliklə də Əl-Xurasani etiraf edir ki, əqidə məsələlərinin üsulu mütləq Qurandan götürülməlidir. Bu məsələlərin təfərrüatı üçün rəvayətlərə müraciət edilə bilər, lakin üsul mütləq Quranda sabit olmalıdır. Müsəlmanın qurtuluşu üçün şərt olan hansısa mərifət və etiqad əsasının Quranda öyrədilməməsi mümkündürmü? Əgər Allah Quranda bizə qadınların heyz dönəmində bəzi hökmlərini xəbər edirsə, onların iddətini xəbər edirsə, necə mümkün ola bilər ki, axirətimiz üçün zəruri olan məlumatlara müqəddəs kitabında yer verməsin? Quranda həqiqətən də bu cür önəmli və zəruri məlumatların olmaması deməklə Allahın kitabı haqqında necə bir təsəvvür formalaşdırmış oluruq? Ona görə də müasir şiə alimlərindən Kəmal Əl-Heydərinin dediyi bu sözlər üzərində düşünməyimiz lazımdır. Bu, Quranın bir əsas prinsipi sayılır. Quranın hər hansı bir məsələyə toxunması onun ona xüsusi əhəmiyyət verdiyini və ona diqqət ayırdığını göstərirmi, yoxsa göstərmir? Cavabınızı yalnız bəli və ya xeyr şəklində verin. Hansını seçirsiniz? Əgər xeyr desəz, o zaman necə deyə bilərsiniz ki, Quran əsas ox, əsas kitab və İslamın konstitusiyasıdır? Əgər xeyr desəz, bu fikri necə müdafiə edə bilərsiniz? Buna görə də deməlisiniz ki, Quran bir məsələyə toxunanda ona xüsusi əhəmiyyət verir, onu öz elmi sisteminin əsas dayaqlarından biri halına gətirir. Əgər bir məsələdən danışmasa, nə deyəcəksiniz? Quran Əbu Ləhəbdən bəhs etdi və dedi ki, Əbu Ləhəbin əlləri qurusun. Allaha xatir deyin ki, Quranda Əbu Ləhəb mi daha önəmlidir, yoxsa şiə imaməti? Siz deyirsiniz ki, imamət tövhiddən üstün olmasa da onunla eyni səviyyədədir. Yəni, imamətə inanmayan birinin tövhidi qəbul edilirmi, yoxsa edilmir? Qəbul edilmir. Əgər o tövhiddən üstün deyilsə, o zaman tövhidin bir şərtidir. Bəs Quran ona toxunub, yoxsa toxunmayıb?
Əlbəttə ki, bu sözlərdə əql sahiblərini düşündürəcək məqam var. Abdurrahman Əs-Sadi deyir, Allah Teala Quranın şərəfi və əzəməti barədə xəbər verərək buyurur ki, o, ən doğru olana yönəldir. Yəni, əqidə, əməl və əxlaqda ən adil və ən üstün olana yönəldir. Quranın dəvət etdiyi ilə özünə yol tutan, bütün işlərində insanların ən kamili, ən doğru yolda olanı və ən hidayət tapanı olar. Peyğəmbərin sallallahu aleyhi və səlləmin ölümündən dərhal sonraki halı təsəvvür edək. O zaman İslam'a yeni gəlmiş müsəlmanların əlində əqidələrini öyrənmək, qurtuluşları üçün gərəkli olan elmi tələb etmək üçün tək bir kitab var idi və o, Qur'an idi. O zaman sünnət hələ kifayət edəcək qədər tədvin edilməmişdi. Bir-iki səhabənin səhifələrindən başqa sünnətdə əhatəli bir qaynaq kitab yox idi. Sünnət demək olar ki, hələ də səhabələrin köksündə idi. Belə olduğu təqdirdə, əlbəttə ki, İslam'a yeni daxil olmuş insanları cəhənnəm ateşindən xilas etmək üçün kifayət edəcək bir qaynaq olmalıydı. Bunun Qur'andan başqa bir qaynaq olması mümkün deyildir. Həqiqətən də bu Qur'an insanları ən doğru yola yönəldir ayətinin izahında İmam Cəfər Əs-Sadiqin imama yönəldir şəklində təfsir etdiyini rəvayət ediblər. Əlbəttə ki, imam və imamət etiqadın üsulundandırsa, insanları doğru yola yönəldən Qur'an kitabının imama yönəltməsi mümkün ola bilməz. Biz kitabımızın bu hissəsində Əl-Heydərinin sualına yaxından nəzər salacağıq və qarşıya qoyulan dəlillərin həqiqətən də dəlil olub olmadığını yoxlayacağıq. Qur'an həqiqətən də imama yönəldirmi?